Həzrəti Davud Peyğəmbərin zamanında bir cavan ikən ərini itirmiş bir xanım, amma 3 uşağı namusla, izzətlə, abırla saxlayan bir ana, zəhmətkeş, əllərinin qabarları ilə övladlarını saxlayan bir ana nə edərmiş? O xanım zəhmət çəkərək öz əlləri ilə yaylıq toxuyardı. Bir neçə yaylıq aparardı, bazarda satardı, o pulla gəlib öz balalarını halalca yaşadardı. Halalca o uşaqlara ruzi kəsb edib gətirib qazandıqlarından onlara hədiyyə eləyərdi, qazanc eləyərdi və günlərin birində həmən qaydada o xanım qabarlı əlləri ilə bir yaylıq toxuyur, bazara apararkən bir gün toxuduğu yaylığı bir qarğa əlindən gəlib alıb aparır. Allah insanları bəzi məqamlarda imtihan edər. Görüm səbr edir, şükür edir ya yox. O xanımın əlində olan o yaylıq görür qarğa apardı və narahat olur. Öz-özünə başlayır danlamağa. Görəsən bugün balalarım üçün nə alacağım? Onların qazancı nə olacaq? Hey, narahat olur və üz tutur Davud Peyğəmbərin evinə. Şikayət anlamında. Gəlir Həzrəti Davud Peyğəmbərin evinə. Ey Allahın Peyğəmbəri, Allahın salamı olsun sənə. Amma sənə bir neçə sualım var. Həzrəti Davud ehtiramla qarşılayır ananı. Buyurun. İlk sualı belə olur. Allah zalimdir ya adil? Allah zülmü götürər ya yox? Həzrəti Davud buyurur, xeyr, Allah adil və ədaləti çoxdur. Allah heç kəsə zülm eləməz. Zülmü insan özü-özünə eləyir. Və hadisəni danışır. Başsız bir qadın, ailəmi itirmişəm, övladlarım üçün, çörək qazanmaq üçün həftədə bir dəfə, 2 dəfə yaylıq aparıb satardım, toxuyub satardım. Bugün də belə bir hadisə ilə rastlaşdım. Bunu deyəndə Həzrəti Davudun qapısı döyülür. Həzrəti Davud qapıya daxil olanda bir neçə adamlar içəri daxil olur. Salamun əleykum, ehtiramla, ey Allahın Peyğəmbəri, bizim nəzrimiz var. Bizim 100 dirhəm, bilmirəm o zamanın dinarı, dirhəmi çox böyük bir pul idi. Bizim nəzrimiz var. Həzrəti Davud buyurur, nə nəzirdir bu? Dedi, biz gəmi ilə hərəkət edirdik. Gəminin müəyyən bir istiqamətə çatdırmaq üçün biz sürətlə hərəkət edirdik, amma gəmi deşildi. Və baxdıq, gördük, gəmi su ilə dolur və hamımız burada məhv olacaq, qərq olacaq. O zaman əllərimizi qaldırıb dua etdik, ey Rəbbim, bizə nicat ver, Davud Peyğəmbərin xatirinə. Və gördük, bir qarğa gəlib o dimdiyində o yaylığı atdı gəminin içinə. Və o gəmində həmən o dəliyi biz o qarğanın ağzında olan yaylıqla tutduq və gəlib sahilə çıxdıq. Şükürlər olsun, o nəzri biz sizə təqdim eləyək. Həzrəti Davud xanıma baxır və belə bir söz deyir. Allah səni düşünür ey xanım. Allah sənin balalarını düşünür, amma sən çox tələsdin. Sən çox üsyan elədin. Bəlkə biraz səbr etsəydin, bu gözəllikləri Allah 10 qatın sənə verər. Sən oradan 1 manat qazanacaqdınsa, Allah bu nəzrin vasitəsilə gör nə qədər sənə böyük bir 100 qatın bəxş elədi. Bəzi insanlar imtihanda nankör olarlar. Quran-ı Kərim buyurur, İmmə şakirən və immə kəfura. Bir qism insanlar nankör, bir qism insanlar isə
şükür eləyən olar. Sən ümidini kəsərsən, Allah yol açar. Sən olmaz deyərsən, oldurar. Bitti deyərsən, yenidən başladar. Yetər ki Allah de, o Kərimdir. Yetər ki Allah de, o Kərimdir.